18 fevral 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanovadan Tarix və Etnologiya İnstitutunda Türk Birliyinin fədailəri 1-ci Türkoloji Qurultayın 100 ili adlı dəyərli masa keçirildi. Bu tədbir təkcə bir tarixi yubileyin qeyd olunması deyil, həm də 100 il əvvəl atılmış böyük elmi və ideoloji addımın müasir mərhələdə yenidən dəyərləndirilməsi idi. Dəyərli masanı İnstitutun Elmi İşlər üzrə direktor müavini, tarix elmləri doktor İlqar Niftəliyev açaraq vurğuladı ki, 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli sərəncamına əsaslanır. Həmin sərəncama uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən geniş tədbirlər planı hazırlanıb və icra olunur. Tarix və Etnologiya İnstitutu da bu plana uyğun şəkildə elmi konferanslar, dəyərli masalar təşkil edir, mövzu ilə bağlı tədqiqatları genişləndirir, monoqrafiya və məqalələrin hazırlanmasını təşviq edir, həmçinin kütləvi informasiya vasitələrində maarifləndirici çıxışlar həyata keçirir. Qeyd olundu ki, 1-ci Türkoloji Qurultay Türk xalqlarının ortaq elmi platformada bir araya gəlməsi baxımından mühüm və dönüş xarakterli hadisə idi. Bu qurultay yalnız elmi diskussiya məkanı deyil, eyni zamanda Ümumtürk İntellektual Birliyinin rəmzi idi. Burada dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyət məsələləri sistemli şəkildə müzakirə olundu, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən fundamental qərarlar qəbul edildi. 2025-ci ilin oktyabr ayında Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 12-ci zirvə görüşünün bəyannaməsində 1-ci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsinə dair çağırışın yer alması da bu tarixi irsin siyasi və mənəvi əhəmiyyətinin təsdiqidir. Tədbirdə çıxış edən tarix elmləri doktoru professor İkram Ağasiyev Azərbaycanı Tədqiq və Tətəbbür Cəmiyyətinin 1-ci Türkoloji Qurultayın təşkilində rolu mövzusunda məruzəsində qeyd etdi ki, 20-ci əsrin 20-ci illərində keçirilmiş bu beynəlxalq elmi forum Türkologiyanın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Qurultay çərçivəsində xüsusilə Latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçid məsələsi diqqət mərkəzində saxlanıldı. Bu təşəbbüs yalnız texniki dəyişiklik deyil, həm də mədəni yaxınlaşma və ortaq informasiya məkanının formalaşdırılması baxımından strateji addım idi. Vurğulandı ki, Bakı şəhərinin qurultaya ev sahibliyi etməsi təsadüfi deyildi. 20-ci əsrin əvvəllərində Bakı Qafqazın və bütövlükdə Türk-Müsəlman dünyasının aparıcı intellektual mərkəzlərindən biri kimi tanınırdı. Burada formalaşmış elmi mühit, mətbuat orqanları və ziyalı çevrələri dünya türkologiyasının inkişafında mühüm rol oynayırdı. Tarix elmləri doktoru professor İradə Bağırova məruzəsində Məhəmməd Ağa Şahtaxtlının fəaliyyətində Türk əlifbasının islahatı məsələlərinə toxundu. Bildirildi ki, əlifba islahatı ideyaları 19-cu əsrdən etibarən mütərəqqi düşüncəli ziyalılarımızın davamlı mübarizəsinin nəticəsi idi. Yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması da bu uzun müddətli intellektual prosesin məntiqi nəticəsi kimi qiymətləndirildi. Bu fakt Azərbaycan maarifçiliyinin və elmi fikrinin region miqyasında aparıcı rolunu bir daha nümayiş etdirir. Tarix elmləri doktoru Dosent Güllü Yoloğlu siyasi mühacirlərin 1-ci Türkoloji Qurultaya baxışı mövzusunda çıxış edərək qurultayın taleyinə siyasi prizma ilə yanaşdı. Qeyd olundu ki, qurultayda səsləndirilən bir sıra ideyaların həyata keçirilməsi Bolşevik rejiminin totalitar siyasəti ilə əngəlləndi. 1930-cu illərin repressiyaları nəticəsində qurultay iştirakçılarının əksəriyyəti təqib və təzyiqlərə məruz qaldı. Bu türkologiyanın inkişafına ağır zərbə vurdu və bir çox elmi təşəbbüslərin yarımçıq qalmasına səbəb oldu. Məruzədə mühacirət mühitində qurultaya münasibət, ideoloji fərqliliklər və tarixi qiymətləndirmələr müqayisəli şəkildə təhlil edildi. Digər çıxışlarda Türk dünyasını birləşdirən qurultay, 1-ci Türkoloji Qurultayın tarixşünaslıq problemləri, onun Türkiyə əlifbası islahatına təsiri, müasir elmi baxışın aspektləri, qurultayın tarixi zəmini və bugünkü Türk dünyasına təsiri geniş şəkildə şərh olundu. Qurultayın keçirilməsində Sovet dövlətinin mövqeyi, məqsədləri və siyasi maraqları, iştirakçıların sonrakı taleyləri, qəbul edilmiş qərarların mahiyyəti və yeni arxiv materialları barədə ətraflı məlumatlar təqdim edildi. Məruzə və çıxışlarda xüsusi olaraq vurğulandı ki, 1-ci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim mədəni irsə malik Türk xalqlarının inteqrasiyasında mühüm mərhələ yaratmış hadisədir. Bu qurultay milli kimliyin, dil birliyinin və mədəni həmrəyliyin elmi əsaslarını möhkəmləndirdi. 100 il sonra bu irsə yenidən qayıtmaq təkcə tarixi yaddaşın qorunması deyil, həm də müasir Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Çünki tarix yalnız keçmişin xatirəsi deyil, o gələcəyin istiqamətini müəyyənləşdirən ideoloji və mənəvi xəritədir.
Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı. Birinci Türkoloji Qurultayının irsinin gələcək tədqiqat perspektivləri müəyyənləşdirildi. Bir daha təsdiqləndi ki, 100 il əvvəl Türk birliyinin fədailəri tərəfindən əsası qoyulan bu ideyalar bu gün də aktuallığını qoruyur və yeni tarixi mərhələdə daha geniş miqyasda inkişaf etmək potensialına malikdir. Beləliklə, Birinci Türkoloji Qurultayının 100 illiyi yalnız bir tarix səhifəsinin xatırlanması deyil, həm də ortaq kimliyə, ortaq dəyərlərə və ortaq gələcəyə doğru atılmış, düşünülmüş və strateji baxışın təntənəsidir.